Orxan bəy, təşəkkür edirəm. Əslində çox güclü bir başlanğıcla başladınız. Biraz da ciddi bir qaz vermiş oldunuz bizə. Yəni əslində bundan öncəki spikerlərin də çox dəyərli təcrübələri var idi və çox ciddi bir paylaşımlar etdi. Və düşünürəm ki, bizdən sonra da, bizdən öncə də bir çox məqamlar əslində üst-üstə düşür. Ona görə mən düşünürəm, biz də çalışacağıq ki, sizin sözünüz yerdə qalmasın, daha maraqlı olsun və ən yadda qalanı olsun. Və ilk öncə hamını salamlayıram. Xoş gördük hər birinizi. Çox maraqlıdır sizləri burada görmək. Belə deyək, auditoriya çox genişdir, həm sahibkar, həm funksiya rəhbərləri, həm idarə edicilər. Ona görə çox maraqlıdır və daha çox da sual-cavab sessiyasını gözləyirik ki, daha belə deyək də effektiv istifadə edə bilək zamanımızdan. Mən ilk öncə belə deyək də giriş üçün əslində mövzumuz siz qurmadınızsa o sizi qurdu. Biraz belə profesional səslənməsə də, amma arxasında çox sözlər dayanır bunun. Şirkət haqqında qısaca bir deyim. Burada da ən böyük rəyətdə indi daha çox bugün danışdığımız mövzuda əsasən strategiya ilə əlaqəlidir. Bir çox hallarda bunun həm trendləri, həm alətləri, həm strategiyanın formalaşması. Şirkətimizin adı Azər Şəkərdir. Və bu da belə deyək də ilkin strategiyadan səhv olaraq adı da səhv qoyulub. Yəni buna da açıqlıq gətirmək istəyirəm ki, bizim bildiyimiz Kəlləqənd brendi altında tanınan Azər Şəkər şirkəti deyil. Bu Paşa Holdinqə məxsus bir qrup şirkətdir. Həm əkinçilik, həm eyni zamanda emal fəaliyyəti ilə məşğul olur. Bu da onu göstərir ki, həqiqətən strategiya bizim üçün çox önəmlidir. Yəni strategiya formalaşması, şirkətin adı, şirkətin dəyərləri, vizyonu çox önəmlidir. Gələcək inkişafı üçün ilk öncə və şirkətimiz əsasən həm əkinçilik, həm emal fəaliyyəti ilə məşğul olur. Daha çox aqro sənaye blokunda fəaliyyət göstəririk. Mövzunu seçməkdə əsas məqsəd son belə deyək də 15 ildən yuxarı bir digər yoldaşlarla müqayisədə bəlkə də il sayı olaraq az ola bilər, amma 7-8 böyük holdinqlərdir. Yəni bunun içərisində o dönəmlərin Zıqan Holdinqi, hansı ki, indi bu dəqiqə əsər əlaməti qalmayıb və o dönəmlərdə çox kiçik olan bir şirkətlər bu günlərə ölkənin ən aparıcı sektorlarına birinə sahiblik edən Avrora şirkəti olsun, Gilan Holdingdən əlaqəli şirkətlər olsun, PMD qrup, Paşa Holdingin digər şirkətləri olsun. Bu fəaliyyətin nəticəsində gördüyüm oldu ki, hər bir şirkətin əslində özünün bir mədəniyyəti var. Düz olanı da var, səhv olanı da var. Bunun içində belə deyək də özü-özünə formalaşanları var və formalaşdırılanlar var. Maalesef ki, bir çox hallarda bizim iqtisadiyyatda, bizim mühitdə bu dəyərlər, bu mədəniyyət özü formalaşır. Heç kim onu düşünmür və bir müddətdən sonra başa düşürük ki, nəsə yanlışdır şirkətdə. Yəni bizim istədiyimiz istiqamətdə getmir. Mövzumuz daha çox mədəniyyət, şirkət daxili mədəniyyət və dəyişən trendlər və burada baş verən proseslər və bunun şirkətin nəticələrinə olan təsirindən danışacağıq. Əslində bir 15 il bundan qabağa qayıtdıqda Excel'i bilən həmkarlarımız bəlkə də ən güclü həmkarlar idi şirkətdə. Amma dövr çox dəyişib, artıq Excel demək olar ki, istifadə olunmaz bir hala gəlib çatıb. Biz artıq süni intellektdən, Sputnik çəkilişlərindən, kənd təsərrüfatında belə artıq Sputnik çəkilişlərindən biz istifadə edirik. Yəni böyük bir sahələr, 30 min hektarı metr gəzmək bu mümkünsüzdür. Yəni bunun üçün o qədər resurslarımız da yoxdur. Artıq Sputnik çəkilişləri, suvarmasına qədər Sputnikdən idarə olunması, bir 80% idarə etməmizi belə deyək də Sputnik üzərindən monitorinqlərimizi aparırıq. Təbii ki, təsir səviyyəsi. Bunu qəbul etmək lazımdır ki, xarici təsir və çıxış imkanlarının olması işçi resurslarının öncəki illərlə müqayisədə təsir səviyyəsi çox ciddi şəkildə artmaqdadır və artan tempdə də davam edir. İnsan kapitalı generationda dəyişdikcə gözləntiləri, istəkləri dəyişir və insan kapitalı daha da dürüstləşmə, bu sözümü elə üzrləsə verirəm, daha belə böyük təbəqə, yaşlı təbəqədən, amma həqiqətən dürüst bir təbəqə formalaşır, dürüst bir iş mühiti formalaşır. Bu çox ciddi vacib elementdir indiki biznes üçün. Və bu dəyişikliklər zamanı bunları mən nəyə göstərir? Və regional baş verən dəyişikliklər, geosiyasi, ekonomik dəyişikliklər bizi məcbur edir ki, strategiyamız, bundan qabaqki paneldə də çıxış edildi, olduğu yerdə dayanmasın. Bu dəyişikliklərin reaksiyası ani olsun. Bu sözü 3-cü dəfə bugün eşidəcəksiniz. Mədəniyyət strategiyanı səhər yeməyinə yeyir. Bu heç birimizin sözü deyil. Peter Drucker'ın sözüdür və
Görünən odur ki, həqiqətən də acılarımız eynidir, problemlərimiz eynidir və dəfələrlə bu sözü biz istifadə etməyə çalışırıq. Yəni bu nə deməkdir? Strategiyamız ideal ola bilər, gözəl ola bilər və şəxsi təcrübəmdə də olub, amma mədəniyyətimiz buna imkan vermədikcə, işçilərimiz hazır olmadıqca, başa düşmədikcə bu strategiyanın heç bir əhəmiyyəti qalmır və sonunda heç bir faydası da olmur. Real təcrübəmdən çıxış edərək 2 il yarım təqribən öncə Azərşəkərdə fəaliyyətə başladığım zaman çalışacağam ən son, belə də karyeramın ən son hissəsindən danışım. Şirkətdə strategiya mövcud deyildi. Bunun göstərən nümunələrdən biri də o idi ki, Kəlləqənd markasının adı şirkətin adına qoyulmuşdu. Vizyon yox, dəyər yox, işlər hara gedir, nə işlə məşğul olacaq, bir gün tütün əkirik, bir gün buğda əkirik, bir gün çuğundur əkirik. Tam belə xaotik və sistemsiz bir proseslər üzərində qurulub şirkət. Təbii ki, bir rəhbər olaraq qərar vermək üçün birinci diaqnostika lazımdır. Yəni, birdən-birə şirkətlər fərqlidir, sektorlar fərqlidir, birdən-birə qərar vermək mümkün deyil. Diaqnostikanı 2 istiqamətdə apardıq. Birinci istiqamət işçi resurslarının diaqnostikası. Yəni, 3 kateqoriyaya böldük və bunu çox tövsiyə edərdim ki, sizlər də aparın. Birinci kateqoriya dərhal uzaqlaşası adamlar. Yəni, biz danışırıq bütün mövzulardan, amma bizim çox qısa bir zamanımız var. Biznes sahibinin, sahibkarların çox qısa zamanı var. Nəyisə uzatmaqla, nəyisə gecikdirməklə, şans verməklə problemləri biraz da daha da böyütməyə ehtiyac yoxdur. Ona görə diaqnostika nəticəsində dərhal sağollaşış işçilərlə dərhal sağollaşdıq. İkinci kateqoriya işçilər biraz zaman istəyirdi, dəyişə bilmə potensialı var. 3-4 ay içində gəldiyimiz qənaət oldu. Təbii ki, bu proseslərdə səhvimiz də ola bilər, yanlışlığımız da ola bilər. Çalışdıq maksimum kimisə haqqına girməyək. Amma o yerdə qalan o kateqoriyada da 50% işçilərlə yenə də sağollaşası olduq. 50% işçilər ciddi şəkildə dəyişdi və dəyişmək deyəndə əslində biz nəyi nəzərdə tuturuq? Bizim şirkətə lazım olan işə sahiblənməkdir. Bizim şirkətə lazım olan işin izlənilməsi idi. Əgər iş bitməyibsə, 6 oldu, işdən çıxım yanaşmasını bir gün, 2 gün edib, 3-cü gün etməmək lazımdır. Çünki sonunda bu biznesa çox ciddi bir fəsadlar yaradacaq. Mən buna həmişə kollektivdə də deyirəm ki, bizim biznes mühitimiz həm scale olaraq, həcm olaraq, həm digər faktorlar nəzərə alaraq elə bir haldadır ki, biz 150% kapasitəmizlə işləməsək, bu bizneslər heç uğurlu olmayacaq. Bu biznesimizin, ümumi ekosistemin reallığı bundan ibarətdir. Əgər bizdə bir zavodu qururuqsa, bu optimal, qlobal praktikaya baxdıqda optimal həcmlərdə 10 dəfə aşağıdırsa, bu o demək ki, biz 150% çalışmalıyıq ki, bu zavod hansısa bir ən azından 0 səviyyəsində və ya qismən müsbət səviyyələrdə çalışa bilsin. Və təbii ki, 3-cü kateqoriya oldu ki, günü birinci gündən mən qapıdan ayağımı atanda bəlli bir insanlar var idi ki, bu insanlarla yol getmək olar. Çünki o insanlar durmadan çalışırdılar, durmadan ərazilərdə idilər, durmadan nəticə vermək istəyirdilər, şirkəti daha yaxşı yerə götürmək istəyirdilər və onlar bu günləri də daha ciddi şəkildə promot edilmiş halda bizlərin yanındadır. Mən bir neçə faktları səsləndirmək istəyirəm. Bu da araşdırmalar nəticəsindədir ki, dünya miqyasında 20% işçilərin işə bağlılığı var. Yəni, bu çox kiçik bir rəqəmdir. 80% insanlar ya qismən işə bağlılıq var, ya əmək haqqı üçün gəlirlər, ya məcburiyyətdən gəlirlər. Yəni, işə bağlılıq istəkləri o qədər də yüksək səviyyədə deyil. Bu, işə bağlı olmayan və ya qismən bağlı olan 80% işçilər dünya iqtisadiyyatına 10 trilyon dollar məhsuldarlıq ikisi yaşadır. Yəni, bu, ümumi dünya iqtisadiyyatının üdəməsinin təqribən 9-10%-ni əhatə edir və çox ciddi bir rəqəmlərdir. Və həm rəhbər heyəti, həm işçi heyəti 94-88% düşünür ki, iş mühiti, iş mədəniyyəti ilə biznesin uğuru arasında ciddi bir şəkildə korrelasiyya var. Yəni, şirkətin mədəniyyəti güclü olduğu zaman biznes nəticələri də güclü olacaq. Maalesef 91% rəhbər heyət düşünür ki, işçinin qayğısına qalırıq çox yüksək şəkildə. 56% işçilər bunu hiss edə bilir. Yəni, burada çox ciddi bir-birindən kənarlaşan rəqəmlər var. Bu nəyi göstərir? Biz rəhbər heyəti olaraq bəzən xəbərimiz olmur. Altda gedən proseslərdən, aşağıda gedən proseslərdən düşünürük ki, bütün işçi heyətini məmnun edirik. Düşünürük ki, tək istəkləri əmək haqqıdır, tək istəkləri bonusdur, sığortadır, xeyr. Yeni generation artıq tam fərqlidir. Yeni generationın sualları, mən özüm də bir
şok oldum. Çünki mən universiteti bitirdikdə biz hamımız internship axtarırdıq ki, hardasa işə başlayaq, nəsə bir 3-4 ay, 5 ay bir təcrübə qazanaq. Bizim şirkətdə bütün bu verdiklərimizi verməyimizə baxmayaraq bir universitet təzə qutaran bir yoldaş qəbul oldu internshipə. 3 aydan sonra öz ərizə yazıb çıxdı. Çox ciddi maraqlı özümə sual gəldi ki, yəni niyə çıxır? Yoldaşda dedim ki, yəqin iş tapıb, dedi, yox, iş tapmayıb. Dedim, ola bilməz, yəqin səhv deyil, aldadır bizi. 2 aydan sonra həmin yoldaşla yenə əlaqəyə keçdik. Həqiqətən də iş tapmadan işdən ərizə yazıb çıxmaq istəyir. Savadlı yoldaşda çox ciddi bir talantı var idi, ona görə maraqlanırdıq ki, hardadır? 3 aydan sonra təzədən həmin əməkdaşı biz geri qaytardıq. Yəni, belə nəsil gəlir. Hansı ki, maddiyyat çox da belə önəmləri deyil onlar üçün. Daha çox məmnun olmaq istəyirlər, nəticə vermək istəyirlər. Və sual da olanda ki, exit intervyusunda həmin yoldaşım demişdi ki, mən printer, Xerox eləməyə istəmirəm. Mən daha belə nəticə verimli iş istəyirəm. Ya bu gözləntilər bizim kimi rəhbərləri, departament rəhbərlərini çox çətin sual altına salır. Yəni biz nə eləyək ki, təkcə maaşla artıq kifayətlənmirlər, təkcə bonusla kifayətlənmirlər. Bu bir mədəniyyət. Şirkətdə elə bir mədəniyyət formalaşmalıdır ki, işçinin bütün o dediyi istəklərini belə yetdə həzm edib ona verə bilsin. Bəs əslində mədəniyyət dedikdə, yenə burada belə çox qeydlərim var, çox detala düşməyəcəm. Mədəniyyət dedikdə nədir? Hansı elementlərdən ibarətdir? Yəni biz şirkətin mədəniyyəti dedikdə bu nədən ibarətdir? Təbii ki, ilk növbə şirkətin dəyərləri. Şirkətin dəyərlərini mən əminəm ki, burada oturan şirkətlərdən bir çoxunun strategiyası var, bir çoxunda dəyərlər yazılıb. Amma bəzi hallarda özüm də o sualları verdikdə görürəm şirkət rəhbərinin yazılmış o dəyərlərdən xəbəri yoxdur. Sadəcə yazı halında yazılıb, divara vurulub, üçün deyir, ikisini deyə bilmir, ikisini deyir, üçün deyə bilmir. Bu belə olmamalıdır. O dəyərlər həqiqətən də bilinməlidir. Bu dəyərlər necə formalaşmalıdır? Bu sahibkardan gəlir. Sahibkarın önəm verdiyi dəyərlər nədir? Bir, iki rəhbərin və bu biznes uğuru aparmaq üçün gördüyü dəyərlər nədir və bunlar gündəlik şəkildə praktikada fəaliyyət göstərməlidir. Ən çox acı çəkdiyim yerlərdən biri işə sahiblənmədir. Heç vaxt qəbul edə bilmirəm. Çünki özümdə o hissiyat çox olduğu üçün daimi olaraq o hissiyatı əməkdaşlardan gözləyirsən və bu sahiblənmə olmayan şirkətlərdə nəticə vermək də mümkünsüzdür. Bizim bir komandada bir müddətdən sonra bu sahiblənmə ilə bağlı bir neçə dəfə danışdıqdan sonra bir məclislərin birində bir yoldaşlar, departament rəhbərlərindən biri onu yaxşı bir söz ilə ifadə elədi. Deyir ki, mən uzun müddətli böyük bir şirkətlərdə, agro şirkətlərdə çalışmışam. Əslində gördüyüm iş rutin işdir, amma aclığın fərqidir. Elə bir ki, bir aclıq var bu biznesdə. Bu şirkətdə bir aclıq yaranıb məndə. Həqiqətən çox maraqlı bir söz idi və ciddi şəkildə də təsir etdi. Çünki istədiyim o sözü almaq idi. Yəni, ümumda o söz olması da ona yaxın bir söz almaq idi. Artıq rəhbər heyətdə onu almağa başlamışıq. Ümumiyyətlə, mədəniyyət bir ayın, 5 ayın, 5 günün içində formalaşmır. Bu, praktika researchlar göstərir ki, bu ən azı 5 il bir zaman alan bir prosesdir. Yəni, günü bugün başlasaq, 5 ildən sonra formalaşacaq. Biz də bu yolun hələ ki 20-30%lik həcmlərini əhatə edirik, formalaşdıra bilmişik. Burada bir çox, belə deyək, istər kommunikasiya, açıq kommunikasiya. Mən işə qəbul olduqda işçiləri şok edən məqamlardan biri o idi ki, qapı hər zaman açıq idi. Yəni, əvvəlki gizli, rəhbər, susmaq, hər şeyin yaxşısını həmişə demək, pisini deməmək yanaşmasından çıxdıq. Çünki biz bunu eşitməliyik. Biz pisi eşitməsək, qapı açıq olmasa əməkdaşların üzünə heç bir zaman problemdən xəbərimiz olmayacaq, heç bir zaman da bunu həll etmiş olmayacaq. İşə qəbul proseduri. Yəni, bizim dəyərlər nədirsə, işə qəbulumuz da onun üzərində aparılmalıdır. Ona uyğun işçilər seçimlərdə iştirak etməlidir. Son 2 dəqiqəmiz var. Tamam. Buna görə də mən özüm əsasən də rəhbər heyətinin intervyularında birbaşa iştirak edirəm. Dediyimiz o sahiblənmə, dürüstlük kimi dəyərləri görməyəndə qədər o qərarları vermirik. Bəs nə zaman narahat olmalıyıq? Dediyimiz kimi susmaq mədəniyyəti var, heç kim pisi danışmır, ikili standart var, blame game var. İnsanlar problemləri bir-birinin üzərinə transfer edir və bu kimi çox detalına getməsi, halları gördüyünüz zaman həqiqətən narahat olmalısınız. Nəsə şirkət mədəniyyətində ciddi problemləriniz var və ona müdaxilə etməyinizə ehtiyac varın siqnallarıdır. Təbii ki, hər birinin də özünün təyin etmə yolları var, mümkünlükləri var. İlk mən biraz zamanla bağlı pressure göstərir. Ona görə çox detala etməsi lazım olsa yenə də sual-cavab sessiyasında və ya
fasilə zamanı daha detallı danışa bilərik. Bu işçilik motivasiyasıdır. Yəni işçini işə bağlayan faktorlardan biri nədir? Ən önəmlisi məqsəd və mənadır. İşçi işə gəldikdə nə məqsədə gəlir, hansı məna üçün gəlir, onu tam başa düşməlidir. Təbii ki, təməl ehtiyaclardan başlayaraq maaş, iş şəraiti filan bu kimi biz özümüz hal-hazırda bu 5 pilləli piramidada 3-4 arasında bir yerdəyik. Bizim özümüz də elə gəlib o məqsəd, məna hissəsinə çata bilməmişik. Bu zaman alan bir prosesdir. Bir də bizim tabiçilimizdə olan və son təqdimatımızda ki, mən bir dəqiqəyə yekunlaşdırarıq. Bir zavod var, hansı ki 10 ilə yaxındakı fəaliyyət göstərir və 3 il bundan öncə təsis ofisi bu zavodu bağlamağı düşünürdü. Zavodun 200 əməkdaşı var, Oğuz regionunda yerləşir. Qarğıdalı emalı zavodudur və illərlə ziyan eləyirdi. İllərlə təsisçi tərəfindən datasiya gedirdi bu zavoda. Amma yəni inam yox idi. Zavoda inam etmişdi. Burada daha çox inam mövzusuna toxunmaq istəyirəm. 2 il öncə qərar verdik ki, bunu da Azərşəkər zaten problemli şirkətdə harda olmasından asılı olaraq bütün menecerlərə problem yaradır. Bunu gətirək Azərşəkər daxilində Qarğıdalı ekinlərimiz var. Emalını da burada həyata keçirək. Şirkətin ən böyük problemi 6 ay çalışıb 6 ay boş dayanması idi. Kapasitədən istifadə edə bilməməsi idi və bu da indi zavod fəaliyyəti ilə məşğul olan sahibkarlar, əməkdaşlar bilir ki, yəni bu ciddi şəkildə boş dayanmalara və əlavə xərclərin yaranmasına yetib çatdırır. Və bütün bu inamdan və təbii olaraq orada baş verən mədəniyyət dəyişikliyi, inam dəyişikliyi, strategiyanın formalaşması nəticədə nə baş verdi? 6 ay yox, şirkət artıq 12 ayda fəaliyyət göstərir. 2 il bundan qabaq bağlamaq istədiyimiz şirkətin indi kapasitəsini 2 dəfə qaldırmaq istəyirik. 40% satışlar eksportdur və burada əsas o qrup daxilində, şirkət daxilində mədəniyyətin formalaşması və bu mədəniyyətin formalaşmasında inamın həmin zavoda, fabrika formalaşması artıq təsis ofisi də bunun daha böyüməsinə, hətta 3 qat, 5 qat böyüməsindən danışır, hansı ki 2 il öncə biz bunu bağlamağı düşünürdük. Belə, çox sağ olun, təşəkkür edirəm. Çox minnətdaram. Mən bir sual verim. Siz bayaq dediniz ki, siz işçiləri böyük hissəsini işdən çıxartdınız və bu zaman diaqnostika etdiniz. Daha doğrusu birinci mərhələdə. Evet. Bilmək olar diaqnostika deyəndə nəyə, hansı indikatorlara diqqət elədiniz ki, bunu çıxartmaq olar, bunu hələ çıxartmaq olmaz və ya bunu heç çıxartmaq olmaz? Mənim orada bir neçə faktoru var təsir edir. Mənim üçün önəmli olan yəni işə sahiblənmədir. İşə sahiblənmə dedikdə nədir? Əgər bir işçi bu gün mən nə etməliyəm, onun siyahısını tutub və bu gün bunu bitirməyənə kimi, sabah bitirməyənə kimi onun üzərində çalışmırsa, bu işçi ilə çox uzun müddət yol getmək mümkünsüzdür. Yəni təsəvvür edin ki, mənim durumumda çox sadə idi o diaqnostika eləmək. Kim nə edir belli deyildi. Mənim xahişim oldu ki, bunu bir task menecmenta salaq. Kimin əlində nə işlər var, açıq mövzular nədir, kim nə edəcək, nə vaxt edəcək. 3-ü 5 etdi, 3-ü 5-i etmədi, yazılanlar yazıda qaldı və o insanlarla belə deyək də ciddi şəkildə görürdün ki, bizim istəyimiz tam başqa istiqamətdə idi, qıraqda danışıqlar, dedikodular. İstərsəniz bu kollektivin içində olduqda bu məsələlər gəlib çatır, bir HR assessment etməyə imkanımız oldu və bunun əsasında. Çox sağ olun. 1, 2 də yaxşı lider dediyimiz bu şəxsi belə deyək də içində olan belə deyək də, Azərbaycanda necə ifadə edəcəm bilmirəm, amma hissiyat, belə deyək də, yaxşı hissiyat, intuisiya. Yəni o yaxşı liderlərin əslində o intuisiyası olması çox önəmlidir. Çox sağ olun, minnətdaram.